Yeni bir vlogdan hamıya salam. Bu günləri market alış-verişinə gedirik. Əslində çox bir şey almayacağıq. Sadəcə istədim ki, Gürcüstanda Tiflisdə olan qiymətlərlə sizi tanış eləyim. Həm də bərabər bir şey alarıq. İndi gedirik. Hava biraz burada tutqundur. Amma yəni yağış falan yoxdur. Marketdə görüşərik. Sezonla əlaqədar olaraq burada bayağı bir turistlər var. Bir-iki həftə öncəyə qədər bu qədər turist yox idi burada. Amma havalar get-gedə yaxşılaşdığı üçün demək olar ki, hər gün çölə çıxırıq və hər gündə müəyyən qədər turistlər olur. Yəni videoda da görürsünüz arxa backgroundda nə qədər insan olduğu. Baxın, burada hamısı turistiklər. Hal-hazırda Carrefour'dayıq. Böyle böyük bir marketdir. Bazar style'dır. Burada pomidor xiyar götürdüm. Mən deməli burada bu pomidordan götürdüm. 11.60. Hərdəsə kilosu 9 manatsa da gəlir bizim pulla. Ən ucuzu buydu. Bir də belə xiyar var. Bunun da kilosu 3.75. Bizim pulla 2 manat nə qədərsə. Əslində orada paketdə olan xiyar pomidor var. 8 gel idi. İlk öncə ondan götürmüşdüm. Sonra vazgeçdim. 2 olmaq daha sərf etdi. Burada belə kəsilmiş meyvələr var. Qarpız falan yemiş. 8 lariya da var, 5 lariya da var. Mesela yarı qarpız var, 13 lariya. Belə paketlərdə üzüm. Deməli, bunların qiyməti üstündə yazıb. Qiymət buradadır. 26 lariya. 11 lariya. Burada belə bananlar var. Bunda qiyməti 4.65 var idi. Bu tərəvəz addelidir belə. Orada hazır yeməklər var. Almaq olur. Burada çox qəşəng pendirlər var. Ən qəşəng pendir. Bu da qəşəngdir. Mən çox bəyəndim. Burada balaca pendirlər var. Fokusdan var. Qiymətləri 19-20 lara arası bahalı pendirlər arasına aiddir. Burada süd var. 5.50-dən 3 gələ düşüb, yəni 3 lari. Hardasa bizim pulla 1.50 falandır. Elə Millanın südü öz məhsulumuz. Yerli mal al, xeyri vətənə ver misalından. Budlar var. Toyuq var. Belə bunlar da qəşəng olur. Bizim aldığımız filədən yoxdur. Qiymətlər isə bu şəkildə dəyişir. Belə deyim də, bu qiymətlərdən 3 manat 3 çıxın. Yerdə qalan Azərbaycan manatını elə çevirə bilirsiniz. 8.90-dırsa ondan 3 çıxın. 5 manat 90 qəpik kilosu. Yəni bu şəkildə olur. Burada dondurma addelidir. Hər cür yenə dondurmalar var. Qiymətlər yenə 2 laridən 1 laridən başlayır. Bir şey götürdük. Kolanın deməli şəkərsiz kofesidir. Sırf yoxlamaq üçün bir dənə alırıq. Görək necədir. Bilmirəm, Gürcücə yazılır. Məncə süddə olar. Görək necə çıxacaq. Bakıda bir deyəsən yoxdur Starbucks'ın. Bunlardan görmüşəm ama bundan görməmişəm. Və bunlar şəkərsizdir. 6.97 lari. Belə bizim pulla 4 manat, 4.50 qəpik belə. Burada bütün kofelər var. Kofe addelidir. Hər cür kofelər var. İndi salfetka addelinə gedirik. Həm normal salfetka almalıyam, həm də tualet üçün salfetka istəyirəm. Burada salfetka deyib yenə sos falan addelinə gəlməyimiz də ayrı bir təranə. Burada mayonezlər, yumurtalar. Yumurtalar evdə ehtiyac yoxdur. Qiymətləri göstərim. 5.85, nə bilim 5.60 bu rahatlarda 3 manat 2 manat arası. Mayonezlər də yenə 3 laridən başlayır. Yəni 2 manat 5 manat bizim pulla hesablaya bilərsiniz. Burada isə bütün sushi ramyon məhsulları var. Mesela bunu çox bəyənirəm, amma qiyməti 15.95, 16 lari bizim pulla 13 manat. Yəni 13 manat bir dənə bu ramyona verməyə açıq əlim gəlmir. Onun yerinə belə bir şey yoxlamaq istəyirəm.
Bunlar sırasından da 2.95 falan. Bizim pulla hardasa 1.52 manat arasıdır. Bunun dadına baxmaq istəyirəm. Yəqin ki, bu pendirli falan da bilmirəm, yəni. Soya soslu da var burada. Tomatlı da var. Daha sonra makaron ancelindəyi. Burada müxtəlif makaron var. Yenə yoxlamaq istədiyim budur. Amma bu 8 liraydı. 5 manatlı qiyməti. Onun yerinə eyni markanın, amma belə qələmini götürdüm. Bunun qiyməti 3.90 lari. Yəni bizim pulla hardasa 1 manat 52 manat belə. Yəni təxmini qiymətlər verirəm burada. Birəbir eynisini deyə bilməm, çünki valyuta deyiləm. Təxmini neçə edir onları deyirəm sizə. İndi nəhayət burada da səbətimiz var. Bir de salfetka var. Bu arada markette bakın planşetler, zatlar var. Tab 20 Wi-Fi. 200 lari. Bizim pulla 200 lari ne kadar? 150 manat. 160 manat. 150-160 civarı. Yani 150 manat verirsiniz, bir tane tablet alırsınız. Yani böyle şeyler de var. Şampunlar var. Muhtelif tür şampunlar. Hatta burada da. Demək olar bizdə olan bütün markalar var. Çox redki halda, nadir hallarda fərqli marka görə bilərsiniz. Mən belə bir şey almaq seçirəm. Məncə bu daha böyükdür və mənə daha sərf eləyir. Çünki mən hər gün saçlarımı yuyan insanım. Çünki mənim saçlarım çox yağlıdır. Hər gün yumasam mümkün deyil. Dırnaqlarıma fikir verməyin, vaxtı gəlib. İndi iyisinə baxacağım, əgər okey olsa bunu götürəcək. Və bunun qiyməti 7 lari, hardasa 4 manat. Head and Shoulders var. 12 lari, bizim pulla 9 manat. Sonra Elsevlərin qiyməti yenə 10 lari. İndi özünüz hesablaya bilərsiniz. Burada. Bu arada çox maraqlı bir şey deyim sizə. Bizdə Elidor'dur. Burada Elidor deyil. Burada Sunsilk'dir. Yəni getsəz deməyin ki, bu çapmadır. Yəni Elidor deyil, Sunsilk'dir. Amma eyni şeydir. Yəni tərkibi, qoxusu eyni şeydir. Burada sonra Clear'lar var. 20 laridən, yəni 17-18 manat civarı eləyir. Daha sonra kraskalar var. Paletti, Garnier'dir. Bizdə olan hər marka zaten burada da var. Naturals falan. Burada qiymətləri. Məsələn, bizdə Garnier neçədir? 3 manat, 4 manat. Burada məsələn 14 lari, 10 lari. Yəni 12 manat, 9-8 manat. Yəni bizdə bunlar daha ucuzdur. Burada çox bahadır. Genel olaraq aldıqlarımız bu qədərdir. İndi kassa sırası gözləyirik. Bunları vuracağıq və totalda bu qədər məhsula nə qədər ödəniş eləmişi çəkində göstərəcəm. Total olaraq aldıqlarımız bunlardır. Bundan başqa bir şey yoxdur. Olaraq 2 kiloqluq məhsul aldıq. Bunun da qiyməti hardasa 55 var. 54 nə qədər? 55 lari elədi. O da neçəsə 40 neçə manat eləyir. Karoçi. Yəni 2 dənə bloka 40 neçə manat verdik. Bu da çekimiz dediyim kimi total olaraq 54, 79, 55 lari. Bu da çox şey bahalaşıb. 34 manat. Mən yanlış bilgi verməyim. Hal-hazırda 34 manatlıq bir şey almışıq. 34 manat almışıqsa onda çox yaxşıdır. Yəni Azərbaycanda bu qədər şey 34 manata almaq mümkünsüz idi. Bəli. Belə. 9 manat. Kartofun kilosu 1 manat 50 qəpiksə 2 kilo kartof almışıq. Bu da eləyir 3 manat. Kartuşkanın kilosu burada 98 qəpikdir. Mamam dünən danışdıq, deyir ki, kartuşkanın kilosu Azərbaycanda 1.40-1.50-dir. Pomidor 5 manatdır. Pomidor 5 manatdır. Xiyar 3 neçə lar idi. Bu da gəlir bir neçə eləyir. Azərbaycan 1.60 eləyir. Belə. Bu da bizim market alışverişimiz. Ümid edirik videonu bəyəndiniz. R bölməsində də baxanlar yaza bilər ki, məsələn, bahadırmı, ucuzdurmu Azərbaycandan yerində müqayisə eləsək. Çox şeyin qiymətində zaten göstərmişəm. İzlədiyiniz üçün təşəkkürlər. Bye.